Bəli, 16 hektardan çox ərazini əhatə edən Dərnəgül elektrik deposunda tikinti işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib. Bundan sonra depo yaşıl xətt üzrə müstəqil xidmət göstərəcək. Həmçinin burada qatarların təmir baxışı eyni zamanda gecələməsi həyata keçiriləcək. Bundan sonra isə bununla da daha doğrusu Nərimanov elektrik deposunun yükünün azaldılması nəzərdə tutulur. Daha ətraflı məlumatı isə bizə Bakı metropoliteninin deməli baş mühəndisi Namiq Yusubov ətraflı məlumat verəcək. Namiq bəy, hər vaxtınız xeyir olsun. Ətraflı məlumatı sizdən eşidək. Buyurun. Deməli, bildiyiniz kimi hazırda Bakı metropolitenində xüsusi əhəmiyyət kəsb edən xəttlərin ayrılması, yəni yaşıl və qırmızı xəttlərimizin ayrılması layihəsinə start verilmişdir. Sözsüz ki, bu layihənin icrası məhəlli şəkildə icra olunmalıdır. İlkin olaraq bildiyiniz kimi bu zamana qədər yaşıl və qırmızı xəttlərin deməli qatarların təmirini həyata keçirilməsi məhz qırmızı xəttin deposu sayılan Nərimanov deposuna həyata keçirilirdi. Xəttlərin ayrılması ilə bağlı isə nəzərə alsaq ki, birləşmə tunelinin inşasına başlanılacaq. Ona görə də mütləq şəkildə Dərnəgül deposunun inşasına start verilməli idi ki, bununla da əlaqədar olaraq hazırda Dərnəgül deposunun ikinci mərhələsi inşa olmuşdur. Hazırda 25 ümumilikdə 25 qanovdan ibarət olan deməli Dərnəgül deposunda 12 qanov, təmir baxış qanovu istismara verilmişdi ki, və bunun da əsasında artıq qatarların təmiri və baxışların keçirilməsi məhz həmin təmir və baxış qanovlarında həyata keçiriləcəkdir. Hərəkətin təşkili ilə bağlı məlumat vermək istərdim ki, qeyd olunan təmir işləri müddətində, yəni xəttlərin ayrılmasına deməli aparılacaq tikinti işləri dövründə qırmızı xətt üzrə hərəkətin təşkili deməli Həzər stansiyasından İçəri şəhər stansiyasına qədər deməli davam etdiriləcək. Yaşıl xəttdə isə Dərnəgül stansiyasından Nizami stansiyasına qədər hərəkət təşkil olunacaqdır. Deməli bu 11 ay müddət ərzində təmir aparılan müddət ərzində sözsüz ki, hərəkətin təşkili ilə bağlı Bakı metropoliteni tərəfindən maksimum yəni hərəkətin təşkili dayanıqlığına təmin olunması icra olunacaqdır ki, 11 aydan sonra artıq xəttlər müstəqil şəkildə fəaliyyətə başladıktan sonra hərəkətlə bağlı daha çevik və dayanıqlı həllərin deməli tətbiq olunması, intervalların azaldılmasına bağlı deməli həllərin olunması icra olunacaqdır. Çox sağ olun ətraflı məlumatınız üçün. Bəli, qeyd edim ki, tikinti işləri 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır. Çatdıracağımız məlumatlar bunlardan ibarət idi. Buyurun, söz sizdədir.